Bəzi adamlar var ki, onlara həm şanslı adam deyirlər, həm şanssız. Bəzi insanlar var, onlara həm bəxtli, həm bəxtsiz deyirlər. Bəzən də adamlar var, mən tanıyıram, elə sənətdə də var, şou biznesdə də var. Deyirlər ki, göydən bir daş düşsə, mütləq o gəlib mənim çiynimə düşməlidir, başıma düşməlidir. Nə bilim, göydən nə düşsə, o mütləq gəlib mənim ayağımın üstünə düşməlidir. Belə olur da, mən də bəzən bu ifadəni çox işlədirəm. Mən də niyam Səlamidə həmişə bir də görsən ki, amma doğrudan onun dediklərində də bir həqiqət var, reallıq var da. Bir də görürsüz elə bir hadisə danışır ki, mən özüm də şok yaşayıram. Deyirəm, ay niyam, niyə belə oldu? Niyə belə oldu? Amma o ifadəni işlətməyib ki, göydən bir daş düşsə, o da niyamın başına düşər. Yəni mən bu açıqlamamdan sonra o bu ifadəni işlədəcək. Bəli, niyam illər əvvəl televiziyada ona qoyulan qadağadan danışıb. Bir verilişdə o bildirib ki, Sovet dövründən sonra türk mahnıları ifa etdiyi üçün axı həm o daha çox türk mahnıları ifa edirdi. Uzun müddət onu efirə buraxmayıblar, daha doğrusu buraxılmayıb. Ay niyam can, Sovet dövründən sonra məni 10 il efirə buraxmadılar. Deyirdilər ki, türk mahnısı oxuyur. Uzun illər televiziyalara çıxa bilmədim. Şükür ki, indi belə problemlər yoxdur. İndi niyama yalvarırlar. Efirə gəl. Niyam efirə gəlmir. Niyam aparıcıları, layihə rəhbərlərini, rejissorları, prodüserləri, menecerləri incitmə. Sən dəvət edəndə efirə get. Gözəl qardaşım.